Hər birinizə salam. Bugün bütün qəbullarda istifadə olunan kompüterin aparat və proqram təminatı mövzusunun suallarına baxırıq. Vaxt itirmədən keçirəm birinci suala. Doğru münazirələri seçin. Deməli, buradan qələmimizi alaq. Deyir, SSD xarici yaddaş qurğusudur. Bəli, bu doğru fikirdir. Skynet giriş qurğusudur. Bəli, bu da doğru fikirdir. Yenidən cavabım çıxdı. Printerlər lazerli və matrisli olmaqla yalnız iki növə ayrılır. Yox, bəs şırnaqlı printerlər hara getdi? Disket ən sürətli yaddaş qurğusudur. Xeyr, heç də sürətli deyil. Mikrofon çıxış qurğusudur. Yox, giriş qurğusudur. Bir də A. Keçdim 2-yə. Təkliflərdən hansıları doğrudur? 2023-dəndir. Bu da deyir, informasiyanın xarici yaddaş qurğularında saxlanılır. Bəli, bu doğru fikirdir. Keş yaddaş informasiyanı daim olaraq yadda saxlayırıq. Xeyr, biz bilirik ki, keş yaddaş nə iş görür? Ümumiyyətlə L1, L2, L3 olmağını 3 yerə bölünürdü. Məsələn, biri RAM-la CPU arasındakı əlaqəni sürətləndirmək üçün istifadə olunur. Keçdim 3-cü suala. Prosesorun nüvəsi yalnız mürəkkəb riyazi hesablamalar üçün nəzərdə tutulub. Yalnız mürəkkəb riyazi deyə bilmərik. Düzdür, biz deyirik ki, prosesorun nüvəsi bilavasitə hesablama işləri görən hissəsinə nüvə deyirik, amma yalnız mürəkkəb riyazi hesablamalar deyə bilmərik. Ən sürətli xarici yaddaş qurğusu sərt diskdir. Heç uzağa getmirəm. SSD-dən sürəti zəifdir, atdım. Ekranın üfüqi və şaquli istiqamətindəki nöqtələrin sayı ekranın çözümlülüyünü müəyyən edir. Bəli, doğrudur. 1-5 oldu bizim cavabımız B variantı bu sualda. Düşdüm aşağı, növbəti sual. İnformasiyanı uzun müddətli saxlamaq üçün nəzərdə tutulan yaddaş qurğuları xarici yaddaş qurğularıdır. Bunlar hansılardır? SSD-dir, hard diskdir, bir də disket deyə bilərik. 2, 4, 5 cavabım oldu nə? D variantı. RAM və keş yaddaş bunlar enerjidən asılı yaddaş növləridir. Çünki kompüteri söndürəndə belə deyək də oradakı informasiya itir. Kompüterin parametrlərinə əsasən uyğunluğu müəyyən edin. Deməli, Asus'un VivoBook modelidir. Prosesor i7 6-cı nəsil. DDR4 tipdən RAM-ım var. 32 GB-lıq RAM-ın tutumu 32 GB. Zaten mən bunu buradan gördüm. Sonra 2 TB-lıq hard diskim var, xarici yaddaş. Buradan da hard diski soruşur. Nədir 2 TB-dır? Ölsən, 1A2C. 1A2C. Sonra burada biz video kartın, yəni ekran kartının növünü görürük və ekran kartının VRAM, video kartın RAM-ını görürük. Ekranın modelini görürük, hansı tipdən olduğunu görürük. Sonra ekranın diaqonal ölçüsünü görürük ki, 17,3 düymlüydür. Düym 1 düym nə qədər idi? 2,54 sm. Yanla çıxış qurğusu olanları seçin. Bu həm giriş, həm çıxışdır. Proyektor çıxış qurğusudur. Modem həm giriş, həm çıxışdır. Printer çıxış qurğusudur. Web kamera giriş qurğusudur. 2-4 cavabım oldu nə? C variantı. Keçdim yuxarı. Sistem lövhəsi üzərində yerləşən komponentlər hansılardır? Bəli, genişləndirmə yuvaları sistem lövhəsi üzərindədir. Sərt disk, xeyr. Joystick, xeyr. Prosesor, bəli, sistem lövhəsi üzərindədir. RAM, bəli, operativ yaddaş sistem lövhəsi üzərindədir. DVD-nin sistem lövhəsi üzərində nə işi var? 2, 4, 5 cavabım olacaq nə? 1, 4, 5, əstağfurullah. Cavabım olacaq D bəndə. Keçdim. Uyğunluğu müəyyən edin. Xarici yaddaş qurğuları, çıxış qurğuları, giriş qurğuları. RAM nədir? Heç bir. Giriş qurğuları, çıxış qurğuları, xarici yaddaş qurğuları. Burada nəsə mənə oxşmayacaq. Nəsə. Web kamera nədir? Giriş qurğusu. Getdi hara? B-yə, bura. Sonra plotter nədir? Böyük ölçülü plakatları çıxarması olan printerlərdən idi. Bu çıxış qurğusudur. Prosesor, CPU, bunun da burada heç bir şey yoxdur. SSD-də xarici yaddaş qurğusudur. Y. Bunlar prosesorla RAM daxili yaddaş qurğusudur. Prosesorda hesab məntiq qurğumuzdur. Bu ümumiyyətlə yaddaş qurğusu deyil. Nəsə, RAM-dakı daxili yaddaş qurğusu idi. Deməli nə oldu? 1-ə Y, 2-yə C, 3-ə B. A variantı. Keçdim. Deməli, doğru fikirləri seçin. Prosesor məlumatları kompüterdən xaric edən çıxış qurğusu. Prosesor çıxış qurğusu deyil. Prosesor hesab məntiqi qurğusu. Atdım bunu.
Skyner çıxış qurğusudur. Yox, Skyner bayaq dedik ki, giriş qurğusudur. Lazer printerlərin çap sürəti, lazerli printerlərin çap sürəti 1 dəqiqədə çap etdikləri səhifələrin sayıdır. Bu doğru fikirdir. Prosesor məlumatları kompüterə daxil edir. Bayaq dedik ki, deyil. Klaviatura kompüterin giriş qurğusularına aiddir? Bəli, aiddir. Cavabım oldu nə? 3, 5, D variantı. Uyğunluğu müəyyən edin. Corel Draw və Disk Cleanup. Əla. Əla. Baxın, Corel Draw nə idi? Qrafik redaktor idi. Hansı qrafik redaktorlar qrupuna aid idi? Vektor qrafik redaktorlar. Və qrafik redaktorlarda biz bilirik ki, tətbiqi proqramdır. Yəni bizim istifadəmiz üçün olan proqramlardır. Ona görə 1-ə yazacağam A-la raster B. Estağfurullah, raster nə idi? Vektor deyib raster yazır. Vektor. Hə, 1-lə D. Deməli, Corel Draw 1-lə D. Bizdən sonra nə var? Başqa deyəcəm. İndi disk cleanup nədir? Disk cleanup bilir ki, diski təmizləmək üçün istifadə olunurdu və bu bizim üçün deyil, kompüter üçün olduğuna görə bu tətbiqi proqram deyildi. Nə idi? Sistem proqramları altında xidməti proqram idi. Demək, 2-yə də bir dənə S gedəcək, başqa da heç nə. 1A-da 2C. Burada nəzərinizə çatdırmaq istəyirəm. Burada bir qayda kimi açıb göstərmək istəyirəm ki, bu cədvəli biz əzbər bilməliyik qəbul imtahanına hazırlaşırıqsa, çünki baxın, Corel Draw-da burada yer alıb ki, vektor qrafik redaktordur. Nəyin nə olduğunu buradan biz bilməliyik. Növbəti suallarda da görəcəyik ki, bu biliklər bizə lazımdır. Davam elədim. Sistem proqram təminatına aiddir. Mən MS Word, MS Access bunları çıxdım. Niyə? Bunlar tətbiqi proqramdır. Mənim istifadəm üçün olan proqram təminatı. Python proqramlaşdırma alətidir. Çıxdım. Yerdə qaldı nə? 1, 5, 6. Yəni cavabım oldu B variantı. WinRAR arxivləşdirmə proqramıdır. WinRAR-la WinZip. Avast antivirus proqramıdır. Disk cleanup-dakı bayaq dedik ki, diski təmizləmək üçün istifadə olunur. Sistem proqram təminatına aid deyil. Buna diqqət edək. Adobe Illustrator vektor qrafik redaktoru idi. Bəli, sistem proqram təminatına aid deyil. Nədir bu? Tətbiqi proqram təminatı. Doktor Web sistem proqram təminatına aiddir. Sonra Linux əməliyyat sistemlərinə, yəni sistem proqram təminatına aiddir. Oracle da yenə əməliyyat sistemidir. Sistem Estağfurullah. Oracle Database verilənlər bazasının idarə etmə sistemi. MS Excel tətbiqi proqramdır, sistem proqramlarına aid deyil, Oracle aid deyil. WinRAR sistem proqramlarına aiddir, arxivləşdirmə proqramıdır. 1, 4, 5 cavabım oldu nə? B variantı. Belə, keçdim, davam elədim. Ümumiyyətlə, bayaq açdığım cədvəli yenidən açmaq istəyirəm. Burada gördüyünüz bütün hamısı, baxın, tətbiqi proqram təminatına aiddir. Baxın, ümumiyyətlə, belə bir şey dediyim, bunu da məncə düşünürəm ki, bilməliyik. Qısa necə bunlara ayıra bilərəm? Tətbiqi proqramlar bizim üçün olandır. Sistem proqramları da kompüter üçün. Məsələn, tutaq ki, Corel Photo Paint. Corel Photo Paint, yəni kompüterin Corel Photo Paint-ə yəni nə ehtiyacı var ki, hansı ki, bu raster qrafik təsvirdir. Yəni qrafik təsvirdir, yox, estağfurullah, qrafik redaktordur. Kompüterin üçün heç bir önəmi yoxdur da bunun. Amma ki, burada ümumiyyətlə sistem proqramı yoxdur. Məsələn, tutaq ki, olsun buradan nə idi? WinRAR. Məsələn, olsun WinRAR. WinRAR nədir? Faylın həcmini azaldır və faylın həcmi azalanda kompüterdə yer belə deyim, açılmış olur və kompüter daha, yəni məntiqi olaraq belə irəli sürə bilər ki, kompüter daha yaxşı işləmiş olur. Bu deməli kompüter üçün olan bir şeydir. Yəni mən necə rahat yadda saxlaya bilərsiniz, onu demək istəyirəm. Deməli, Corel Photo Paint bildik ki, nədir? Raster qrafik redaktordur. B variantını yazdım bura. Sonra Adobe Illustrator nədir? Vektor qrafik redaktordur yazdım bura. Hansı ki, bayaq açdığımız cədvəldən də nəzər yetirib tapa bilərik ki, baxın, Photo Paint buradadır, rasterda, Adobe Illustratorda vektor qrafik redaktorlar sinifinə aiddir. Mascot nədir? Mascot da belə deyim, əslində ümumi məlumat verim. Mascot riyaziyyatçıların proqramlaşdırma biliyinə ehtiyacı qalmadan mürəkkəb riyazi hesablamaları
eləyə bilsinlər deyə olan bir proqramdır. Buradan da rahatlıqla save variantını götürə bilərəm. 1B2 A3C, 1B2 A3C cavabım oldu C variantı. Keçdim 13-cü sualımıza. Uyğunluğu müəyyən edin. Əməliyyat sistemi, tətbiqi proqram, proqramlaşdırma dili. Əməliyyat sistemlərindən burada gördüm. Hansılardır görmürəm. Linux'u gördüm, MS-DOS. A-nan D-ni gördüm. AD. Tətbiqi proqramlardan Oracle-ı gördüm, Adobe Photoshop-u gördüm. B ilə C-ni yazdım bura. Proqramlaşdırma dili olaraq da sadəcə burada gördüm C++'ı. Y. 1AD, 2BS, 3C. 1AD, 2BS, 3C cavabım oldu A variantı bu sualımızda. Düşünürəm ki, bu qədər idi. Bəli, bütün qəbula düşmüş aparat və proqram təminatının testlərini artıq görmüş oldunuz. Növbəti videolardan hansı bölməni istəyirsiniz, yorumlarda mütləq şəkildə bildirin. Abunə də olub like atsa sevindirmiş olarsınız. Əgər ki, bu videonu ayın 6-sı bugün paylaşıramsa, ayın deməli 7, 8, yəni 4, nəsə bu həftənin olduğumuz həftənin 4-cü günü. Yox, ayın 1-idir, əstəğfurullah, ayın 1-i 6-cı aydır. 4-cü gün inşallah axşam canlı yayında Python'dan ətraflı suallara baxarıq yəqin ki. Belə, sağ olun, salamat qalın.